Salam, dəyərli bürc sevərlər. 8 aprel tarixinə olan gündəlik proqnozlarımızla yenidən birlikdəyik. Baharın bu enerjili günündə ulduzlar bizə yeni imkanlar və maraqlı sürprizlər vəd edir. Gəlin görək, bugün bürcləri nələr gözləyir. Qoç, salam, əziz qoçlar. 8 aprel sizin üçün çox dinamik bir gün olacaq. Marsın təsiri ilə daxilinizdəki hərəkətə keçmək istəyi pik həddədir. Bugün həm işdə, həm də şəxsi həyatınızda cəsarətli qərarlar vermək üçün əla zamandır. Ətrafınızdakı insanlar sizin enerjinizə heyran qalacaq və sizdən motivasiya alacaqlar. Təşəbbüskar olun, çünki bugün atılan addımlar gələcəkdə sizə böyük uğurlar gətirə bilər. Axşam saatlarında qısa bir yürüyüş və ya idman sizə daxili balansınızı qorumağa kömək edəcək. Buğa, salam, əziz buğalar. Bugün sizin üçün daxili hüzur və maliyyə sabitliyi ön plandadır. 8 apreldə maddi məsələlərlə bağlı maraqlı xəbərlər ala bilərsiniz. Səbrli və təmkinli davranmağınız sizə böyük üstünlük qazandıracaq. Əgər uzun müddətdir həllini gözləyən bir sənəd və ya bank işiniz varsa, bugün onu müsbət şəkildə yekunlaşdıra bilərsiniz. Axşamı yaxınlarınızla sakit bir mühitdə keçirmək sizə mənəvi güc verəcək. Həyatın dadını çıxarın, çünki bolluq enerjisi bugün sizinlədir. Əkizlər, salam, əziz əkizlər. Bugün ünsiyyət və yeni məlumatlar sizin ən böyük gücünüzdür. 8 apreldə telefonunuz susmaya bilər, yeni tanışlıqlar və sosial aktivliklər gününüzü rəngarəng edəcək. Maraqlı bir təklif və ya gözləmədiyiniz bir mesaj sizi xeyli sevindirə bilər. Zehniniz o qədər itidir ki, hər hansı bir problemi yaradıcı şəkildə həll edəcəksiniz. Yeni bir dil öyrənmək və ya maraqlı bir kitab oxumaq üçün də əla gündür. Özünüzə inanın və sözlərinizin sehrindən istifadə edin. Xərçəng, salam, əziz xərçənglər. 8 aprel sizin üçün emosional hüzur və ailə dəyərləri günüdür. İntuisiyanızın səsi hər zamankından daha aydın eşidilir, ona görə də mühüm qərarlar verərkən ürəyinizin səsinə qulaq asın. Evinizdə və yaxın çevrənizdə harmoniya yaratmaq üçün gözəl fürsətlər yaranacaq. Kiməsə yardım etmək və ya birinin könlünü almaq sizə daxili bir sakitlik bəxş edəcək. Unutmayın ki, sizin şəfqətiniz ətrafınızdakı insanların dünyasını işıqlandırır. Sevgi dolu bir gün diləyirəm. Şir. Salam, əziz şirlər. Bugün diqqət mərkəzində olmağa və parıldamağa hazırlaşın. 8 apreldə ulduzlar sizin xarizmanızı və yaradıcılığınızı ön plana çıxarır. İş yerində və ya sosial çevrənizdə liderlik qabiliyyətiniz hər kəs tərəfindən fərq ediləcək. Yaradıcı layihələrlə məşğul olmaq və ya hobbinizi gəlirə çevirmək üçün mühüm addımlar ata bilərsiniz. Eşq həyatınızda da romantik və səmimi anlar gözlənilir. Özünüzə olan güvəni heç vaxt itirməyin, o bugün dünya sizin ətrafınızda dönür. Qız, salam, əziz qızlar. Bugün nizam, intizam və səmərəli iş günü sizi gözləyir. 8 apreldə analiz etmək, plan qurmaq və işləri qaydasına salmaq sizə böyük uğur gətirəcək. Xüsusilə iş həyatınızda detallara verdiyiniz önəm rəhbərliyin diqqətindən qaçmayacaq. Sağlamlığınıza və qidalanmanıza biraz daha vaxt ayırmaq özünüzü gümrah hiss etmənizə kömək edəcək. Zəhmətinizin qarşılığını çox tezliklə görəcəksiniz. Günün sonunda hər şeyi tamamlamış olmanın verdiyi o rahatlıq hissi sizi çox məmnun edəcək. Tərəzi, salam, əziz tərəzilər. Bugün həyatınızda balans və gözəllik axtarışınız nəticə verəcək. 8 aprel şəxsi münasibətlərdə harmoniyanı bərpa etmək üçün mükəmməl gündür. Diplomatik bacarıqlarınız və şirin diliniz sayəsində hər hansı bir gərginliyi asanlıqla aradan qaldıra bilərsiniz. İncə sənətə, estetikaya və ya özünüzə vaxt ayırmaq sizə mənəvi zövq verəcək. Sevdiyiniz insanla keçirəcəyiniz xoş bir axşam münasibətlərinizi daha da möhkəmləndirəcək. Qəlbinizdəki dincliyi qoruyun və gülümsəyin. Əqrəb, salam, əziz əqrəblər. Bugün sirli və güclü bir enerji ilə əhatə olunmusunuz.
8 apreldə fokuslanma qabiliyyətiniz o qədər yüksəkdir ki, qarşınıza qoyduğunuz hər bir hədəfə çatmaq sizin üçün an məsələsidir. Gizli qalan məlumatlar və ya sirlər üzə çıxa bilər, bu isə sizə müəyyən bir məsələdə aydınlıq gətirəcək. Maddi və ya ortaq yatırımlar məsələsində strateji düşünmək sizə gələcəkdə böyük qazanc bəxş edəcək. Daxili gücünüzə güvənin və yenilənməyə açıq olun, siz hər şeyin öhdəsindən gəlməyə qadirsiniz. Ox atan, salam, əziz ox atanlar. Azadlıq və macəra ruhu bugün sizi uzaqlara çağırır. 8 apreldə yeni üfüqlər kəşf etmək, fərqli mədəniyyətlərlə maraqlanmaq və ya səyahət planları qurmaq üçün əla gündür. Həyata nikbin baxışınız qarşınıza yeni və maraqlı imkanlar çıxaracaq. Sosial çevrənizdə nüfuzunuz artır və insanlar sizin məsləhətlərinizə ehtiyac duyacaqlar. Təhsil və ya fərdi inkişafla bağlı məsələlərdə şans siz tərəfdədir. Bugün qanadlarınızı açın və arzularınıza doğru inamla uçun. Oğlaq, salam, əziz oğlaqlar. Bugün diqqətiniz tamamilə karyera və məsuliyyətlərinizdə olacaq. 8 apreldə göstərdiyiniz peşəkarlıq və ciddi yanaşma iş yerində yüksək qiymətləndiriləcək. Uzun müddətli hədəflərinizə doğru atdığınız addımlar artıq nəticə verməyə başlayır. Maddi sabitliyinizi qorumaq üçün yeni bir büdcə planı hazırlaya bilərsiniz. Hər nə qədər işə fokuslansanız da, qısa fasilələr verərək enerjinizi bərpa etməyi və sevdiklərinizə vaxt ayırmağı unutmayın. Zəhmətiniz uğurunuzun təməlidir. Dolça, salam, əziz dolçalar. Bugün sizin üçün yenilikçi ideyalar və sosial əlaqələr günüdür. 8 apreldə orijinal düşüncələrinizlə hər kəsi təəccübləndirə bilərsiniz. Dostlarınızla bir araya gəlmək və ya kollektiv layihələrdə iştirak etmək sizə yeni perspektivlər qazandıracaq. Azadlıq hissinizin artdığı bu gündə özünüzü heç bir qəlibə salmayın. Gələcəyə dair ümidləriniz və planlarınız bugün daha real görünə bilər. Beyninizdə çaxan o parlaq ideyanı qeyd etməyi unutmayın, bəlkə də o, həyatınızı dəyişəcək açardır. Balıq, salam, əziz balıqlar. Bugün xəyallarınızın gerçəkləşə biləcəyi sehirli bir gündür. 8 apreldə ruhunuz hüzur axtarır və kainat sizə bu hüzuru verməyə hazırdır. Yaradıcılıqla məşğul olmaq, musiqi dinləmək və ya sadəcə xəyallara dalmaq üçün əla zamandır. İntuisiyanızın sizi apardığı yerə gedin, çünki bugün möcüzələr sizə çox yaxındır. Şəfqətli ürəyinizlə kiməsə kömək etmək gününüzü daha da mənalı edəcək. Kainatın sizə göndərdiyi mesajlara diqqət yetirin, o bugün eşq və işıq sizinlədir. 8 aprel üçün hazırladığımız bürc proqnozlarının sonuna gəldik. Ümid edirik ki, ulduzlar bugün yolunuzu aydınladar və hər biriniz üçün uğur gətirər. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Sabah yenidən görüşənədək hələlik.